5 aylıq proqram izahı Part 1. Əziz izləyicilərimiz, biz sizə bugün 5 aylıq proqramımız barədə məlumat verəcəyik. Aylar üzrə gedişat necə olur? Bu videoda gəlin ona baxaq. 1-ci ay. İlk ayımızda biz cümlə quruluşu və söz bazası inkişafına fokuslanırıq. Cümlə quruluşu öyrənilənə qədər yeni bir dərs keçirilir. 2 dərs, 3 dərs bu mövzu əsasında danışılır. Cümlə quruluşu ilə paralel sadə mövzular əsasında danışıqlar aparılır. Siz danışarkən biz lövhədə keywordslər, yəni açar sözləri qeyd edirik ki, bunlarla da siz kompleksiz şəkildə 1-ci ayda daha rahat şəkildə danışa bilərsiniz. Keywordslər deyəndə nə nəzərdə tutulur? Məsələn, müəyyən bir mövzu seçilir. Tutalım, daily routine. Bu mövzuya aid keywordslər lövhədə qeyd olunur. Wake up, make a bed, have a breakfast və s. Bu sözlər qeyd olunur, tələbə bu sözlər əsasında cümlələr qurur və o cümlə qurarkən müəllim isə onun etdiyi səhvləri tələbəyə bildirir. Bununla da 1-ci ayımızda həm söz bazası artır, həm də cümlə quruluşumuz inkişaf edir.